Salam kızlar, mən sizlərə bugün tuxumdan xaladisi düşünür getirəm. Bunun üçün bizlərə 6 dənə tuxum, 3 dənə tərilkə gerek bulan. Yaxşılab çalıb aralaşdırıb alamızdan üstündən qaynar su qoşamız. Qaynar su qoşqandan keyin köpüklərini alıb daşıyımız. Köpüklərini alıb bulğandan keyin üstünə az qana duz, az qana burç salamız təbqə görə. Qızarımıza az qana su salıb qaynat durğan boluşa gerek. Keyin bizə üstünə kasalarını qoyub brinketini taxlab parda pişirib alamız. 15-20 minutda pişib çıxadı. Pesrak koyup kaynatış gerekirdi. Məncə olaraq koyup kaynatıb verməsin çünki çişib çıxdı. Həm xaladisinin dərbənd durmadı. Xaladisinin dərbənd üçün pesrak koyuş gerekir. Keyin bunu üstünə bir kaşıq soya salımızdan az qana küncüt salıb, meydələnən gök piyazdan salıb, yaxşılab kəsib çıxamız 4 burça gətib. Tellərindən ötüyüb getirdi şunda soyanın mazası. Həmmə tavsiyə verəməndə mazalı boladakən ət görünlə öydə. Heç neçə vaxtlarınız getməydi. Dım ansat həm az qana vaxt aladı. Mazalı boladakən bunlar mam yaptı. Azanda zavtrak etmək həm zor ikən. İş qılıb həmmə pişirib görüşünü tavsiyə edərdim.